Kişilərin saqqalı itlərin tüklərindən daha çox mikrob daşıya bilər. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Millət, 1-2 il bundan qabaq müəyyən bir səbəbdən, deyək ki, yəni əsassız şəkildə sadəcə bir səbəb var idi, ona görə saqqal saxlamaq qərarına gəldim. Ancaq kantla, səliqəli, yəni aşırı dərəcədə deyildi. Nəsə polisə düşmüşdüm. Saat neçə idi? 2-3 olardı. Polis əməkdaşı mənə bir sual verdi. Dedi, dindarsan? Dedim, xeyr. Dedi, onda avarasan. Mən güldüm, yəni bu səmimiyyətdən istifadə edib bir sual verdim. Dedim ki, yəni niyə ki, bəyəm saqqal saxlayan, yəni hamı dindar və yaxud da avara olur. Yəni saqqalsız narkoman, avara, bandit yoxdur və yaxud da saqqalsız radikal dindar yoxdur. O mənə dedi ki, yox, sadəcə cəmiyyət içində görünüş bu cür təəssürat bağışlayır. Yəni bu bəzi qurumlardır, məsəl üçün bəzi cəmiyyətdə olan bir idarələrdir və yaxud da nəsə. Mənə hər şey aydın oldu, nəsə məsələni həll elədim. Sağ olsun o polis əməkdaşı da mənə köməklik elədi. Nəsə, yəni nəyə gətirirəm sözümü? Yəni bir iki gün cəmiyyətdə saqqal saxlayan iki məna verir. Ya dindardır, ya avaradır, işsiz, gücsüzdür. Mən bir şey deyim, yəni ki bu işimiz gücümüz qutarıb, elə bir saqqal qalıb. Yəni o qədər problem var ki, ortalığa atıblar saqqalda, ay nə bilim, xəstəliyi olar, nə bilim, itdə olan virusdan da betər. Yəni bunun dediyinə görə viruslar var. Yəni pinti insan, pintidir, fərqi yoxdur, onun saqqalı oldu, olmadı. Onun heç bir adiyyəti yoxdur, heç bir, yəni bu pintiliyin saqqalacada adiyyəti yoxdur. Qaldı ki, bu çıxış eləyənlər, bəziləri var, məsəl üçün, ilişir müəyyən bir sahələrə, məsəl üçün, din sahələrinə ki, bugünkü gün saqqal saxlayanların əksəriyyəti dindar qardaşlardır. Bəlkə də onlara toxunurlar, bəlkə də dediyim kimi o avara, nə bilim, çöldə gəzən işsiz gücsüz adamlara toxunurlar. Yəni ayırt eləməkdən ötürü və yaxud da nəsə. Amma bir şey deyim ki, o dindar qardaşlar var, hansı ki saqqallarını bəlkə də hansı ki saqqalsızdan daha çox təmiz saxlayır, xüsusi şampunlar alır, xüsusi kremlər alır. Yəni ki, gündə 5 dəfə, 4 dəfə ən azı da o saqqal təmizlənir. Yəni o heç bir pintiliyə adiyyəti yoxdur o məsələnin. Saqqal saxlamaq kişinin hicabıdır, belə deyirlər. Saqqalı o vaxtda kimlər saxlayardı? Məsəl üçün, Sovet dönəmində saqqalı hüzürü düşmüş insanlar saxlayardı. Yəni ki, bilinmək üçün ki, bu insan hüzürlüdür da, yəni bunun insanla rəftarına biraz fikir vermək lazımdır. Düzdür, ölüyə saqqal saxlamaq heç bir qanunda yazılmayıb. Sadəcə görünüş baxımından ki, bu adam hüzürlüdür. Bununla biraz rəftara, münasibətə fikir verək. Həm də ki, insanların 80% o vaxtı dövlət işində işləyirdi. İndi özəl işlərdə, şəxsi işlərdə işləyirlər deyə, ona görə saqqal bir o qədər problem olmur. Biri ərincəklikdən saqqal saxlayır, biri, nə bilim, imic xatirinə saqqal saxlayır. Bəli, o qardaşlarımız var ki, imic xatirinə saxlayır və gözəl də yaraşır. Amma qaldı dini baxımından saqqala. Dini baxımından. Saqqal çoxu fikirləşir ki, bu, nə bilim, bu bir müsəlmanın emblemidir və yaxud da nəsə. Xeyr, bunu bioloji baxımından mən sizə izahını verim. Amma bir həkim mənə demişdi. Deyir, saqqallı kişilər biraz elə ki, ətraf mühitdən, yəni o, deyək ki, xanımların, qadınların, zənan xeylaxlarını, diqqətini, məsəl üçün, biraz az çəkir. Saqqal saxlayır ki, elə onu qaytarır, o diqqəti qaytarır. Üz təmiz olmur. Bugünkü gün üzü təmiz qırıq, məsəl üçün, üzü təmiz qız, məsəl üçün, bir kişi qırxıb çıxırsa cəmiyyət içində, o daha şəffaf görünür, daha belə, necə deyim, parlaq görünür və baxışları cəlb edir. Bu məqsədlə deyir ki, saqqal saxlasınız, biraz o baxışlar sizdən uzaq durar. Amma bugünkü gün saqqalı, məsəl üçün, bəzi dindarlar var ki, saqqalı elə bir formada saxlayır ki, onun artıq, nə bilim, diqqəti ayırmaq yox da əksinə cəlb eləməkdir. Yəni, səliqəli bir balaca oldu, bəsdir. Yəni, ona çox hoqqa verməyin də yeri yoxdur. Əgər dindarsansa, məqsədin bir İslam, müsəlman kimi saxlamaqsa, müəyyən bir səliqədə olsa, bəsdir. Nəinki bunu digər formalara, əcai formalara salıb və yaxud da 1 metr saqqal uzatmaq. Yəni bunların heç birinin dinə adiyyəti yoxdur. Saqqal normal qaydada olsa daha yaxşıdır. Mənim fikrimcə, indi hər an şəxsi fikri var. Keçək ikinci məsələyə, ən vacib məsələyə. Əgər siz deyirsinizsə ki, mikrob bilirsiniz hardadır? Gedin onlarla məşğul olun. Hansı ki, evdə it pişik saxlayırlar. İndi hamısı töküşəcək üstümə. Mən müəyyən bir insanlar deyirəm ki, Allahın yaratdığıdır. İt pişik, Peyğəmbərimiz də pişik saxlayıb. Ancaq o it pişiklə təmas, münasibət quran insanlaradır. Hansı ki, o itlə öpüşür, nə bilim, bağrına basır, aparır, soxur uşağın böyrünə, körpə uşağın böyrünə. Yəni, maraq yaradır o uşaqda və onun tükünün o uşağın ağzına getməyi, müəyyən bir ağız seliyində uşağa nəsə bir mikrob keçər. Əsas bunlar da mikrob. Saqqal nə vaxtdan mikrob olub ki? Nəsə, axırı onu bilirəm ki,
Bu sosial şəbəkələrdə lazımsız o qədər şeylər paylaşırlar ki, yəni ondan da biri budur. Bu məsələdir. Əsas məsələlər qalır qıraqda. Belə bir lazımsız məsələlərə toxunurlar və insanların fikrini yayındırırlar ki, insanlar boş oturmasın, ancaq fikirləşsin, ancaq düşünsün, ancaq nəyləsə məşğul olsun bu sosial şəbəkələrdən. Allah saqqallı, saqqalsız, qeyrətli qardaşlarımızı qorusun. Allah xalqımızı qorusun, qeyrətli xanımlarımızı, ana bacılarımızı qorusun. Allah dövlətimizi, xalqımızı qorusun.